Qadın bu dünya düzənini e, yaratmaqdan maraqlı deyil. O başqa bir varlıqdır. O anadır. Biz təbii ki ona savad vermək olar, onu oxutdurmaq olar, onu böyütmək olar. Çox nəcib, çox düşüncəli, nadir belə e, qadınlara da rast gəlmək olur. Siz belə bir sözü istifadə edədiniz ki, təhsil də vermək olar, yəni qadınlara nisbətdə. Burada olar lazımdır mənasındadır, yoxsa yəni olmasa da olar, sadəcə olar mənasında? Olar, elə belə demədim, olar. Çünki son 200 ildə, 300 ildə qadını ciddi şəkildə işlərə cəlb elədilər, evdən çıxartdılar. Qadını çıxartdılar evdən, başladılar istismar etməyə, fabriklərə, zavodlara və s. Qadın başladı işləməyə kişi ilə yanaşı və nəticədə vergi ödəyən oldu. Vergi ödəyən olsa, gec-tez ona da səs vermə hüququ verdilər. Qadınla kişinin rolu bərabərləşdi cəmiyyətdə və insanlıq da bundan uduzdu. Əfqanistanın son vəziyyəti, qadınların təhsilinə qarşı tətbiq olunan qadağalar elə məhz bu olar sözü ilə başlamışdı. Gəlin izah edim necə. Müşfiq Ötkün 2000 il bundan əvvəl qadınların ictimai-siyasi həyatda aktiv olmamasına istinad etdikdən sonra bildirir ki, qadınlar dünya düzəninin qurulmasında maraqlı deyillər. Qadın anadır, ona təhsil vermək olar və düşüncəli, nəcib qadınlar nadirdir. Burada istifadə olunan olar sözü təsadüfi deyil və çox vacibdir. Çünki bu sadəcə bir fikir deyil. Bu, qadınların təhsil almaq hüququnu onlara verilən bir lütf kimi təqdim etmək cəhdidir. Yəni, əgər mediada qadına təhsil vermək olar deyilirsə, bu o mənaya gəlir ki, kişi icazə verərsə, qadın oxuya bilər. Və aparıcının haqlı olaraq olar sözünü izah etməsini istəməsindən sonra mövzu gəlir çıxır qadınların işlədikləri üçün vergi ödəyicisi olmaqlarına və bunun nəticəsində səs vermə hüququ qazanmaqlarına. Təsadüfdür. Əgər aparıcı olar sözünü dəqiqləşdirilmək istəməsəydi, o zaman bizim şuurumuza məqsədli şəkildə atılan bu irticaçı fikirləri aşmaq üçün heç bir sübutumuz olmayacaqdı. Müşfiq Ötkün deyir ki, qadınların səs vermə hüququnun olmasıyla bütün insanlıq uduzdu. Əslində bütün irticaçılar ən birinci qadınların təhsili və səs vermə hüququ ilə mübarizə aparıblar. Çünki onlar bilirlər ki, oxuyan, təhsilli və savadlı qadın düşünür, sorğuluyur və geriçiliyə, irticaçılığa qarşı mübarizə aparır. Necə ki, 100-150 il bundan əvvəl bizim aydınlarımız olan Məmməd Əmin Rəsulzadə, Həsən bəy Zərdabi, Hənifə xanım Məlikova, Şəfiqə Əfəndizadə və digərləri çağırış edirdilər. Deyirdilər ki, qızlarınızı oxudun, onları məktəbə göndərin, qoyun qadınlarımızın da səs vermə hüququ olsun. Və 1917-ci ildə Məmməd Əmin Rəsulzadə Açıq Söz qəzetinin 471-ci sayında yazırdı ki, qadınların seçkilərdə iştirakını mütləq tələb etmək lazımdır. Bunun nəticəsi idi ki, bir il sonra 1918-ci ildə Şərqdə ilk dəfə Azərbaycanda qadınlara səs vermə hüququ verilmişdi. Bu, Müşfiq Ötkünün qeyd etdiyi kimi qadınların zavodlarda və fabriklərdə çalışıb vergi ödəyiciləri olduqlarına görə onlara verilən bir lütf deyildi. Çünki bizim aydınlarımız anlayırdılar ki, cəmiyyətin yarısını təşkil edən qadınları ictimaiyyətə qazandırmaq, onların aktiv iştirakını təmin etmək, onları savadlandırmaq lazımdır. Çünki əgər siz müasir, müstəqil və mütərəqqi bir dövlət qurmaq istəyirsinizsə, siz bu addımı atmalıydınız və onlar bu seçimi etmişdilər. Çünki bizim ziyalılarımız anlayırdılar ki, cəmiyyətin yarısına səs vermə hüququ verib, yarısına səs vermə hüququ vermədən sən mədəni ola bilmərsən. Bu, bizim 100 il əvvəlki çağırışlardan gəlib çıxdığımız Azərbaycandır. Bugünkü Azərbaycanda isə cəmiyyətə ziyalılar kimi təqdim olunan şəxslər qadınların təhsil almasına və səs vermə hüququnun olmasına görə insanlığın uduzduğunu iddia edirlər. Əgər biz bu insanları efirlərdə, podkastlarda görürüksə, davamlı olaraq bunların fikirlərinə məruz qalırıqsa, 100 il biraz uzun müddətdir. 50 il sonra Azərbaycan cəmiyyətinin vəziyyətini siz necə təsəvvür edirsiniz?